Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Zəngilan rayon Ağalı kənd tam orta məktəbində peşəyönümü məsləhət xidməti təşkil olunub. Tədbirdə şagirdlərə ixtisas seçimi, gələcəyin peşələri barədə məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialı və Şuşa Otel və Konfrans Mərkəzinin nümayəndələri arasında görüş olub. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Qarabağ Regional Məşğulluq Filialı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Ağdam rayonunda məcburi köçkünlərin məşğulluq səviyyəsinin yüksəldilməsi mövzusunda panel təşkil edib. Tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti və rayonda məşğulluğun təminatı istiqamətində görülən işlər barədə məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin tabeliyində N saylı hərbi hissədə yükdaşıma mütəxəssisi peşəsi üzrə təşkil edilən hazırlıq kursu yekunlaşıb. Kursu uğurla bitirən müdavimlərə sertifikatlar təqdim edilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Laçın rayon tam orta məktəbdə peşəyönümü məsləhət xidməti təşkil edilib. Tədbirdə şagirdlərə ixtisas seçimi, əmək bazarının tələbləri barədə məlumat verilib.